Hər vaxtınız xeyir, Dib TV izləyiciləri. Bugünkü hərbi rubrikamızın qonağı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kapitan Rəhman Mirtağıdır. Mirtağ, xoş gəlibsən. Xoş gördük. Mirtağ, əvvəlcə özün haqqında qısa izləyicilərimizə məlumat verərdin. Mən ehtiyatda olan xüsusi sənətinin zabiti Rəhman Mirtağ Adiloğlu. 2006-cı il Naxçıvan adına hərbi liseye daxil olub. 2009-cu ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşam. Heydər Əliyev adına Ali Hərbi məktəbi 2013-cü ildə hərbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişəm. Oranı bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin xüsusi sənəti ixtisası üzrə bir il təhsil aldıqdan sonra bitirmişəm. Ondan sonra Azərbaycan Silahlı Qüvvələrinin eni hərbi sırasında müxtəlif vəzifələrdə xidmət eləmişəm. 2020-ci ildə Vətən müharibəsində iştirak eləmişəm və yaralanaraq ordu sıralarına təxsis olmuşam. Siz Naxçıvan Anadolu Qoşununda xidmət edirsiniz. Naxçıvan bildiyimiz kimi bizim ölkəmizlə quru əlaqəsi olmayan bir torpağımızdır və orada, yəni siz həmin ərazinin müdafiəsi ilə, oradakı işlərlə məşğulsünüz. Vətən müharibəsi başladı. Bu məlumat sizə necə gəldi? Necə oldu? Siz oradan belə deyək, yığışdınız, gəldiniz bura, o əmrlər sizə necə bölündü? Bu haqqda danışardın. Şəxsən mən istəyirdim ki, müharibə olsun. Niyə? Bizim o vaxta qədər olan problemimiz, Qarabağ problemi sonraki nəsillərə qalmasın. Ən azından övladlarımıza qalmasın, gələcəkdə bu problemlə bağlı stres yaşamasınlar, Qarabağ işğal altındadır. Mən ona görə istəyirdim ki, müharibə olsun. Müharibə olacağını 99% heç kim güman eləmirdi. Yəni, ümumi Azərbaycan heç kim fikirləşmir ki, müharibə nə vaxt olacaq, ümumiyyətlə olacaq, olmayacaq. Biz hərbiçilər təxmin edirdik ki, bu müharibə olmalıdır. Çünki biz bu cür təlimlərə, atışlara cəlb olunuruq. Dövlət buna sərmayə yatırır, dövlət hərbi büdcəyə kifayət qədər vəsait ayırırdı. Yəni, bunu elə belə eləmirdi. Ki, kifayət qədər milyardlarla pul idi. Hər il büdcədən bu qədər pul ayırırdı. Ən yüksək pul ayrılırdı hərbiyə. Əlbəttə ki, hamı bilirdi ki, müharibə nə vaxt olacaq. Bu 10 ildən sonra da ola bilərdi, 5 ildən sonra da ola bilərdi. Nə vaxt olacaqdı. Yəni, torpaqlarımızı azad eləməliydik. Sadəcə tarixi bilmirdik. Mütləq, çünki ümumilik də Heydər Əliyev də o vaxt demişdi, biz bu torpaqlara qayıdacağıq. Mütləq. Hansı ki, Sədrəkdə o vaxtçı Ermənistan rəhbərindən Sədrək rayonunda görüş var, videoda baxsaz. Onunla söhbətində bildirir ki, biz bu torpaqlara qayıdacağıq. Siz burada müvəqqəti yaşayırsınız. Biz müharibə başlamamışdan qabaq, müharibəyə qədər Naxçıvanda bir çox çətin tapşırıqlar yerinə yetirmişik, Naxçıvan xüsusi sənətli olaraq. Çünki üzərimizə qoyulan tapşırıq məsuliyyətli və çətin idi. Onlardan bir nümunə verə bilərəm, düzünlük əməliyyatı. Azərbaycanda keçirilən ən böyük əməliyyatlardan biri aprel döyüşlərlə bərabər əmrində düzünlük əməliyyatı olub. İtkimizin sayı nisbətdə az olaraq ərazi 11 min hektar işğaldan azad eləmişik. Hansı ki, Naxçıvanın o Cündük kəndi var idi, həmin kəndi işğaldan tam azad eləmişik. Orada yerləşən Gümüşlü gölü var, Naxçıvan ərazisində, həmin istiqamətdə. O Gümüşlü gölü ermənilərin nəzarətində idi. O vaxtı su anbarı kimi istifadə verilmişdi, SSR-in vaxtında tikilmişdi. O Gümüşlü gölü və ətrafındakı kəndlər demək olar ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarətində idi. Hansı ki, orada həmin kənddən yuxarıda, göldən yuxarıda postları var idi. Oranı tam nəzarətə götürmüşdü. Oranın təminat yollarını, digər yollarını. Düzünlük əməliyyatı olub bitdikdən sonra, 11 min hektar ərazi azad olunandan sonra həmin ərazilər bizim nəzarətimizə keçdi. O əməliyyatdan sonra biz ermənilərin ərazilərinə, təminat yollarına nəzarət eləməyə başladıq. Yüksəkliyi ələ keçirdik. Bəli. Həmin əməliyyatlarda bizim 4 şəhidimiz oldu, yaralılarımız oldu. Hansı ki, bizlə bir yerdə oxuyan bir zabit yoldaşımız şəhid oldu. Digər bir əsgər, bir gizir, bir müddətdən artıq şəhid oldu. Yəni, o vaxta qədər bizim Naxçıvan xüsusi sənətlərinin döyüş təcrübəsi həmin düzünlük əməliyyatlarında tam formalaşmışdı. Bir növ döyüşə bənzər bir əməliyyat keçirmişdi. Düzdür, döyüş qədər də olmasa, müharibə qədər də olmasa, say nisbətində, çətinlik nisbətində, amma kiçik də olsa biz əməliyyat yerinə yetirdik, biz təcrübə qazanmışdıq. Mən də sizin motivasiyası artırdı ki, həm motivasiya, həm döyüş təcrübəsi, həm digər düşmənlə qarşılaşma məsələlərində biz orada təcrübə qazanmışdıq.
Müharibə başlayandan sonra bizim öz tapşırıqlarımız olduğuna görə Naxçıvan ərazisində Naxçıvan Ayət Ümumi Qoşun Ordunun xüsusiyyətli olaraq biz Naxçıvanın ümumi ərazilərinin müdafiəsinə və mühafizəsinə bilavasitə cavabdeh idik. Hansı ki, orada muxtalifi bölmələr postlarda olmağına baxmayaraq, bizim hər bölməmizin istiqamət üzrə tapşırıqlarımız vardı ki, biz düşmən hücuma keçsə və yaxud da düşmən hansı təxribat törətsə, hansı istiqamətdə, hansı bölmələr, hansı qruplar gedəcəyini bəlli idi qabaqcadan. Biz müharibə başlayandan sonra biz də müharibəyə qatılmaq istəyimiz vardı. Hansı yuxarı rəhbərlər müraciət edirdik. Hər bir azımızın əsgər kimi. Bəs orada müharibə başlayıb, biz də istəyirik qatılaq. Biz xüsusiyyətləndiyik, biz orada özümüzü həm göstərmək istəyirik, həm düşməni məhv eləmək istəyirik, həm də bu müharibədə bizim də payımız olsun. Sadəcə rəhbəri dedi ki, gözləmə rejimində qalın, bizim də burada tapşırıqlarımız var. Müəyyən tapşırıqlarımız müharibə vaxtı bizdə də orada verilmişdi, hansı ki, gözləmə rejimində idi. Sonra bir müddət keçdikdən sonra oktyabrın 11-i bizə də tapşırıq gəldi ki, bəs müəyyən heyət müharibəyə qatılacaq. Artıq müharibə davam etdi, dövrdə. Artıq müharibəyə qatılıb, bu bizim sevincli hissimizdir, həm də qürurlarımız biz də müharibədə iştirak edir. Oradakı qardaşlarımızla biz də döyüşəcəyik. Düzdür, Naxçıvan da önəmli yerdir. Azərbaycanın bəlkə də ən önəmli yerlərindən biri Naxçıvandır. Oranın da mühafizəsi, müdafiəsini boş qoymaq olmaz. Müəyyən bölmələrimiz orada qaldı. Yəni İranla sərhədimiz var ki, bəli, hansı ki müəyyən orada torpaq söhbətləri var. İranla, Ermənistanla o cümlədən. Yəni Naxçıvanın da geosiyasi mövqeyi çox vacib bir yerdir. Çox vacib bir yerdir. Hansı ki bizim ətrafımızda olan qonşularımız Rusiya, İran, Gürcüstan, Ermənistan, düzdür, dənizdən bizə elə bir təhlükə yoxdur digər türk dövlətlərindən. Amma yenə də biz İranla sərhədik. İranın məlum məsələ ermənilərlə bağlılığı o vaxta qədər necə olub? Bunu dəfələrlə deyiblər. İrandan da təhlükə ola bilərdi. Əlbəttə ki, düşmən ölkə olmasa belə qonşu ölkədir. Hər an bizim orada soydaşlarımız yaşadığına görə orada da məsələn müharibədən iştirak edib bizim soydaşlarımız hansı dəstəyə gələn ərəfələrdə İran silahlı qüvvələrdə cəbhə boyu, sərhəd boyu orada yerləşmiş ki, hər hansısa bir təxribatın qarşısını almaq üçün. Ki müharibə dövründə də İran istiqamətində Ermənistana bir neçə silah, texnika və s. yardım gəlmiş ki, bu aşkarlanmışdı. Biz hansı ki mətbuatda da onu görmüşdük ki, İran tərəfdən ermənilərə dəstək gəlmişdi tırlarla və yaxud digər vasitələrlə. Müəyyən hissəmiz hansı ki 3 nəfərə qədər heyət təxmini deyirəm, dəqiq sayı demək olmaz. Müharibəyə qatılmaq üçün əmr gəldi. Siz birinci dövrdə gələnlərsiniz. Bəli, birinci heyət yığıldı, təxmini o qədər say heyətlə. Bizim üzərimizdə rəhbər, birbaşa rəhbər, bizim hərbi komandirimiz, şəhid, Vətən müharibəsi qəhrəmanı Əliyev Anar idi. Ümumi rəhbər Tehran Mənsumov idi. Ordu tərəfindən təyin olmuş rəhbər. Qatıldıq müharibəyə, çox sevinclə gəlirdi. Yəni bizim sevincimizin həddi yox idi. Yəni mən şəxsən özümdən deyirəm, mən müharibəni şəxsən çox arzulayan bir insan olmuşam, hərbi qulluqçu kimi. Fikirləşirdim ki, biz hərbi xidmət dövründə bu müharibə olmasa, gələcək nəsillərə bildirəcəyimiz xidmətlə bağlı sən nə deyə bilərsən? Nə qədər deyə bilərsən ki, xidmət elədim, 20 il burada xidmət elədim, burada rütbəm qalxdı, vəzifəm qalxdı. Sadəcə bu xidmət dövrü olacaqdı. Müharibə dönəmi bizim dövrümüzə düşməyi mən şəxsən sevinirdim ki, biz müharibədə iştirak edirik. Fikirləşmirdim mən o müharibədə şəhid olacağam, sağ qalacağam, yaralanacağam. Mən bunu ümumiyyətlə düşünmürdüm. Sadəcə düşünürdüm ki, müharibədə mənim də payım olsun. Biz də bu müharibədə iştirak edirik. Mən elə gəlir ki, bütün hərbi qulluqçular kimi, bütün savaşçılar, bütün döyüşçülər bunu arzulayardı. Çünki həm də ki, biz xüsusiyyətli bölmək. Düzdür, bütün bölmələr müharibədə iştirak edir. Hər kəs səy göstərib bu müharibədə. Hərənin öz payına düşüb, artilleriya öz işini görüb, rabitəçilər öz işini görüb, aviasiya öz işini görüb, tankçılar öz işini görüb, hərə öz vəzifə borcunu yerinə yetirib. Sadəcə biz xüsusiyyətli olaraq, şəxsən mən özümdə başqa bir məsuliyyət hiss edirdim ki, bu müharibədə biz orada mütləq olmalıyıq, bizim bir payımız olmalıdır. Ən azından biz xüsusiyyətli bölməliyik, biraz sevincimiz var. Müharibə yükü bizdə daha çoxdur. Müharibə yükü çox, dəhşət çox idi. Hansı ki, müharibəyə gedəndə belə adam onu hiss edirdi. Niyə? Məsəl üçün də, nümunə deyim, səfərbərlə cəlb olunmuş heyəti sən xüsusiyyətli bölmə kimi tapşırığa göndərə bilmərsən. Hansı ki, səfərbərlik olan, bölməli olan yerlərdə baxırdın ki, onların da gözü bir xüsusiyyətli bölmə çəkir.
İstəyir ki, onların önündə və yaxud da onların qarşısında, onların yanında bir xüsusi təyinat bölmə ən azı bir nəfəri olsun, bir şəxs olsun ki, onlara birbaşa motivasiya versin. Hansı biz müharibədə onu gördük, siz də görmüsünüz müharibədə onu. Bununla bağlı bir hadisə danışım. Qubadda biz olanda bizim bir müddətdən artığımızı düşmən snayper vurdu, şəhid elədi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və biz nə olursa olsun oradan onu çıxartdıq. Pusuya düşmüşdü orada. Bir diz güllə yağışı altındaydı. Və biz onu oradan çıxartdıq, geri çəkildik, təkrar tərtibləndik, növbəti gün əməliyyatı davam etdirəcəyik. Oradan səfərbərlikdən gələn, belə deyək, uşaqlar gəldilər bizə yaxınlaşdılar ki, biz sizlə döyüşmək istəyirik. Biz istəyirik ki, siz hara getdiniz, biz də sizlə gedək. Mən də soruşdum ki, yəni niyə də burada məqsəd, burada yəni nəyə görə belə yaxınlaşırsınız, belə düşünürsünüz? O qayıtdı ki, siz öz şəhidinizi geridə qoymadınız. Getdiniz onu götürdünüz, gəldiniz. Mən öz özümdə belə qiymətləndirdim ki, yəni adamlar ölümdən qorxmurlar. Amma nə də olmasa ölsən belə, yəni vətənində şəhid olsan belə, nə üçün düşməndə qalmır? Onu yəni orada bir dostluq hissi var, bir yoldaşlıq hissi var, bir qardaşlıq hissi var və bu onlara həm motivasiya verir, həm də dediyin kimi, yəni bir onların necə deyim, bir xəyalı var ki, bir də güvən yeri deyək daha doğrusu. Bizim yanımızda xüsusi təyinatlar var. Çünki dünyanın hər yerində xüsusi təyinatların hazırlığı yüksək olur. Çünki normal olaraq da, yəni deyək ki, bir əsgər 1 il, 1 il 6 ay xidmət edir, amma bir xüsusi təyinatlı illərlə bunun hazırlığını keçir və onun təlim səviyyəsi normal əsgərin təlim səviyyəsindən qat-qat yüksək olur. Buna görə hər kəsdə bu bir motivasiya yaradır, bir güvən duyğusu yaradır. Bu mövzuda qatılıram sənə. Demək, yeni gəlmişik Naxçıvandan. Gəldi düşdük əraziyə, tapşırıqlarımız hələ verilməyib. Ərazidə tərtiblənmişik, şəxsiyyətin silahı, döyüş sursatları, təchizatı tapşırıq vermişik, yoxlayırlar, uyğunlaşdırırlar bədənə. Demək, bu tərəfdə olan xüsusi təyinatlılar, bu tərəfdə dediyim, yəni sıraəlçi bildiyimiz xüsusi təyinatlılar, biz onların tərkibinə ezam gəlmişik. Çünki bizim bu Naxçıvan Əyalat Döyüşü Qoşunu bu tərəfdə hərbi hissəsi yox idi. Biz hansısa bir hərbi hissəyə ezam gəlməliydik. Yəni rəsmi sənədlərindən biz onlara ezam gəlməliyik. Hansısa bir hərbi hissəyə gəlməliyik. Belə də xüsusiyyətli qüvvələrin sərəncamına verilmişik. Bəli. Yəni biz həmin hərbi hissəyə ezamiyyətə gəlmişik. Yəni onlarla bir yerə döyüşə qatılmaq üçün əmr gəlib ki, gedəsiz onlarla birləşəsiz. Onların komandanlığı altında hansı tapşırıqlar yerinə yetirilirlər. Düzdür, öz rəhbərlərimiz də var idi, amma ümumi əmri onlara görə gəldi. Çünki bizdən yenə deyirəm, burada hərbi hissə olmadığına görə biz burada tərtiblənməyimiz olmadığını, biz onların tərkibində ezam kimi gəlmişdik, döyüşlərə qatıldıq. Demək, adı biz həmin xüsusi təyinatlı bölmədən danışırıq. Bizim Naxçıvan xüsusi təyinatlılar gələndə, onlar belə bizi görəndə, bir növ belə onların dəstəyinə gəldiyimizə görə bir növ sevincli oldular ki, niyə? Düz Allah rəhmət eləsin, bizim motaslardan da şəhid var, səfərbərlikdən də var. Biri var, xüsusi təyinatlı bölmə, hansısa bir motatçı bölmə ilə və yaxud səfərbərlik bölməni onun tərkibində dəstək kimi versinlər, döyüşsün. Bir də var, hazırlı bir xüsusi təyinatlı bölmə gəlsin, tərkibində versinlər ki, bunlarla döyüş davam edir. Həm də sıfırəlçinin mühərib hissənin şəhidləri var, yaralıları var, onların yerlərini bərkitmək, yenidən bərpa olunmaq üçün qüvvəyə ehtiyac var. Düzdür, bizim qüvvə o qədər də çox olmasa say nisbətində, yəni ən azından tərtiblənməyə, yenidən bərpa eləməyə bəs edirdi. Onlar belə sevincli idi. Hətta düz onların döyüş hazırlığı bizə nisbətdə xüsusiyyətli qüvvələrdir daha yüksəkdir. Niyə? Həm də onlar aprel döyüşlərində daha çox təcrübə qazanmışlar. Bizdən bir balaca üstün idi. Yəni biz də öz yəni çərçivəmizdə Naxçıvan Əyalat Döyüşü Qoşunu orduq xüsusi təyinatlı olaraq orada tapşırıqlarımızı yerinə yetirmişik, düşməndən post almışıq, motaslı bölmələrə postu təhvil vermişik, digər tapşırıqlar biz yerinə. Sadəcə bunların bu torpaqlarda döyüş təcrübəsi vardı, yəni bir növ bizdən üstün idilər ərazi baxımından. Həm də onların müharibədən qabaq belə onların döyüş tapşırıqları həmin ərazilərdədir. Bizim döyüş tapşırıqlarımız Naxçıvan ərazisindədir. Həm də şərti olaraq bu əraziləri bu xəritələr üzərində olsa, bunlar daha yaxşı tanıyırdılar. Bir növ elə onlar bizə bələdçi kimi idilər. Yəni biz də xəritə üzərində döyüş tapşırığı yerinə yetirdik. Sadəcə bir var tək xəritə üzərində olsun, bir də aprel döyüşlərinin təcrübə qazanmısan, ən azından müharibədən qabaq da olan gizli döyüş tapşırıqları olub, məxfi tapşırıqlar olub, düşmən arxasına sızıblar, müəyyən tapşırıqlar yerinə yetiriblər. Bu ərazilərdə qismən təcrübələr bizə nisbətdə daha çoxdur. Artıq 15 gündə onlar döyüşürlər. Hətta onlar belə, olan rəhbərləri belə bizim gəldiyimizə sevinirdilər. Yəni mən bunu açıq deyirəm. Rəhbərlərin adını çəkmirəm. Rəhbərlər sevinirdi ki, axır bizə bir
belə türklər demişdən denk bölmə gəldi. Onlarla biz birləşib döyüş tapşırıqları yerinə yetirəcəyik. Birinci tapşırığımızda hərəkətə başlamışıq. Cəbrayıl istiqamətinə başladıq hərəkətə. Girdik Cəbrayılın o büşkasından üz aşağı Hadrutdan bir yol düşürdü. Hadrut istiqamətinə yol düşürdü. Meşənin içindən bir torpaq yol düşürdü. Hansı ki tapşırıqlar... Böyük tağlardır səfərimizsə. Böyük tağlar kəndi. Tağların yuxarı hissəsi. Yuxarı hissəsi oraydı. Hansı ki istiqamət üzrə tapşırıqlar bölündü. Bir qismi Füzuli istiqamətinə getdi bizim heyətin, bir qismi Hadrut istiqamətinə. Dedilər Hadrut alınıb. Amma Hadrut alınmağına baxmayaraq Hadrutun üstündə düşmən hərəkətdədir. Hadrutda, yəni Hadrut həm mövqe olaraq strateji mövqe idi, həm iki dağın arasında bir mövqe Çox idi. mükəmməl bir yer. Həm də yaşayış olaraq orada çoxdan məskunlaşıblar. Yəni müharibədən sonra belə biz orada yerləşmişdik, mən öz bölməmlə. Yəni, müharibədən sonra biz orada nə qədər düşmənlə belə deyək təmasa girdik, onların belə deyim sağ olaraq neçə nəfər əsir götürdük. Dekabr ayıydı, xatırlayıram, mən əməliyyat olmuşdum. Yaralanmalarla bağlı qəlpələri çıxarmışdılar. Mənim öz şəxsiyyətim orada bir belə deyək döyüş əməliyyatına qatıldı. 5 nəfər səhv xatırlamırsam düşməni öldürmüşdülər. Yəni hansı ki orada qalmışlar. Çünki parça-parça və s. Hətta biz 5 nəfər əsir tutmuşduq. Noyabr ayının ortaları idi belə. Biz onlarla danışanda onlar elə bilər ki, müharibə davam edir. Yəni müharibənin bitdi, çünki əlaqələri yoxdur öz qərargahı ilə. Qaçıb bir şəkildə gizləniblər. İndi orada kənd yeri olduğu üçün kənddə də bizdə də, yəni düşməndə də belədir ki, biz böyük bir qəsəbə idi. Böyük bir qəsəbədir və belə deyim də, orada məsəl üçün padvalda və s. kənd yeməkləri qalmışdı, işte balonlarda və s. saxlamışlar. Həmin o 5 nəfər belə deyək düşmən əsgəri onlarla qidalanmışdı. Biz də onları nə tər əsir tutduq. Yeməkləri qutarıb təkrar düşüblər kəndə yemək axtarmağa. Orada təsadüfən bizim bir hərbi qulluqçuları görmüşdü. Sonra biz getdik, onları ələ keçirdik və s. Yəni Hadrut qəsəbəsinin həm alınması özü böyük bir uğurdur, həm də oranın təmizlənməsi də yəni uzun bir müddət çəkdi. Təxminən 10 gün falan çəkmişdi. Bəlkə də çox. Bəlkə də çox. Yəni bizim birinci tapşırığımız əslində hərəkətə başlayanda böldürə istiqamət üzrə bizim birinci tapşırığımız Hadrutu keçib gedib Şuşa istiqamətinə irəliləmək idi. O Şuşa hansı Şuşa istiqamətə gedən yolda pervallar var idi, yüksəlilər var idi, silsilə var idi. Oradakı düşməni təmizləmək idi. Bizim o məşhur qayaları erməni bayrağı hücumu həmin istiqamət. Bizim əslində tapşırığımız sanki o qayadan o tərəfə idi, belə deyək də. Biz gedib Hadrutun üstündən girib o istiqamətə hərəkət etməkdir. Sonradan tapşırıq dəyişdi ki, bəs Hadrutun üstündə düşmən qalıb. Sayı da kifayət qədərdir. Hətta texnika ilə belə düşmən hərəkət eləyir. Mən uzaqdan şəxsən müşahidə edəndə onların hərəkətdə olan maşınlarını gördüm. Yəni o bizim maşın deyildi. Maşın da hərəkət edirsə, düşmən də varsa içində mülki əhali var, hərbçilər var, muzlu döyüşçülər var, polis nəfərləri var, müəyyən sayda orada heyət var. Hansı ki bizim tapşırığımız istiqamət üzrə o istiqamət idi. Şuşa istiqamətinə Şuşaya gedən yolu təmizləmək, orada silsilə var idi. Ərgünəş dağının biz baxanda sol hissəmizə düşürdü. Silsilə boyu düşmən yerləşmişdi, artilleriyasını yerləşdirmişdi orada. Hansı ki oradan bizim təminat yollarını vururdu. Hadruta düşəcək yolları vururdu. Ərgünəşdə Hadrutun izi görsənir də. Yaxşı bir yer idi, strateji yer idi ora. Hansı ki biz hərəkətə başlayanda sonradan tapşırıq gəldi ki, yox, Hadrutda kifayət qədər düşmən var, mülki əhali var. Bunlar təmizlənməmiş, biz hərəkətə başlaya bilmərik. Çünki biz deyək ki, arxamıza düşmən biz buradan döyüşüb getdik, deyək ki, hansı istiqamətə. Bizim arxamıza gələn motorçu bölmələr, yerləşən bölmələr, tərtiblənən bölmələr. Düşmən, sürpriz düşmənlə qarşılaşacaq. Bu da onların da həm bizdəki döyüş hazırlığı onlarda olmadan öyle sürpriz düşmənin yaratdığı pusqu, basqın əməliyyatlarını birbaşa düz onlar da dəf eləyirlər, amma bizi qədər dəf eləmədin, biz onu mütləq məhv eləyəndən sonra motorçu bölməyə girməlidir ora. Bir də yaşayış məntəqəsində döyüş hazırlığı sadəcə xüsusi qüvvələrdə var. Yəni motorçular, piyadalardır. Yəni, bunlar yaşayış məntəqəsində döyüş təcrübəsi və təhsili yoxdur. Yəni o mövzuda öyrədilmir. Yaşayış məntəqəsində döyüşü ancaq xüsusi təyinatlılar, polislər və s. daxili qoşunlar bu kimi qurumlar bildiyi üçün ən uyğunu, yəni xüsusi təyinatlıların oranı təmizləmə aparması. Siz də rastlaşmısınız yaşayış məntəqəsində. Dəfələrlə ən ağır döyüşdür. Çünki niyə? Cəhbə boyu döyüş və yaxud da hansısa yüksəkliyi almaq üçün verilən tapşırığı yerinə yetirmək şəhər daxilindəki tapşırıqdan qat-qat asandır. Niyə? Çünki məlum düşmən var, qarşında, sağında, solunda və yaxud da hansısa bir istiqamətdə düşmən yerləşib, hansısa yüksəkliyə yerləşib, sən bilirsən ki, məsələn, düşmən buradadır konkret. Ola bilər ki, sağında, solunda gizlin hansısa post yaradır, maksimum elə ola bilər. Amma yaşayış məntəqəsi necədir?
evin dağılmış damını düşmən sənə atış Ən təəccüblü dağılmış binalar. dağılmış. Mən şəxsən bir neçə dəfə snayper düzdür, şükür oradan heç kim yaralanıb, şəhid olmayıb. Amma bir neçə dəfə gözlənməz yerdən, hansı ki bir təxmin etsən ki, buradan heç kim atış aça bilməzlər. Çünki düşmən harda yerləşib atış aça bilər. Hansı ki uzaq, kifayət qədər uzaq məsafədən snayper atış aparıb. Bizim tapşırığımız son tapşırıq oldu ki, Hadrutda arama-tarama işi görməlisiniz. Düşməni təmizləmədən irəliləməməlisiniz. Həm də bizim gələn arxa bölmələr burada tərtiblənməlidir. Hadrutun üstündə müəyyən tapşırıqlar yeni yetirdi. Arama-tarama hardasa 2-3 gün ərzində orada sadəcə elə orada arama-tarama elədi. Müəyyən düşmənlə rastlaşdıq, öldürdüyümüz də oldu, əsir götürülən də oldu. Və arama-tarama tam düzdür bitməmişdi. Bizim digər bölmələr də arama-tarama edirdi. Hansı ki Füzuli istiqamətindən gələn, Hadrutun Füzuli istiqamətə gedən yolu vardı. Oradan da arama-tarama elə gəlirdilər bizim Şuşa istiqamətinə, Şuşa yolu istiqamətinə. Oradan da xəbərlər radiostansiyada biz eşidirdik ki, rabitə vasitəsində düşmənin bu qədər qüvvəsi məhv olunub, bu qədər qüvvəsi gizlənmişdi, əsir götürülüb və yaxud da təhvil verilib kimlərəsə. Hadrutda arama-tarama eləyən vaxtı sizə bir olmuş hadisəni danışırım. Demək bizim Naxçıvan Əlaqdüm Qoşunun xüsusiyyətlərinin ilk şəhidi Ələkbərov Bağır, hansı ki o Allah rəhmət eləsin, həmin Hadrutun içində mən bayaq dediyim damda evin damında gizlənən düşmən tərəfindən şəhid olunub da, yəni atış açılıb. Hansı ki düşmən dağılmışdı, dağılmış evdir. Damı baxsan ki, ora bərbad haldadır, orada yaşayıla bilməz, ev üstündədir. Yəni müəyyən mərmilər düşüb, ən çox da mərmi biz tərəfdən yox, düşmən tərəfindən atılan mərmilər düşmüşdü. Bizim bölmələr Hadrutdan minimum dərəcədə artilleriya endirildi ki, orada mülki əhali var, çox zərər verməyir. Çünki yaşayış məntəqəsi daha çox idi Hadrutda. Bir hərbiçisi var idi düşmənin, bir də polis bölmələri vardı. Belə birinci alay idi, 18-ci motosiklet divizyanın yəni Hadrutun tam mərkəzində, tam mərkəzində hansı ki insanların sıx yaşadığı yerdə bir hərbiçilər vardı onların. Birinci alay. Birinci alay. Bir də polis bölmələri vardı səfərimiz. Bir də onların bir mədəniyyət evində yığdılar, yəqin ki səfərbərlə Dağdaşı kəndinə qalxanda bölmələrinin yerləşdiyi bir yer vardı. Hansı ki müvəqqəti oranı yəqin ki hərbiçi eləmişdi. Çünki biz oranı girdik. Orada hardasa təxmin olaraq 500 nəfəri geyindirə biləcəyim forma var idi, batinka var idi. Düz silah sursat yox idi, amma 500 nəfəri təmin etmək üçün təchizat var idi, silah. Ora mən də girmişdim. Tibbi ləvazimatları vardı, forma var idi. Yəni ki, müvəqqəti olan hərbiçi kimi eləmişdi. Su qablarında sular vardı, quru ərzaq payları, yeməklər var idi. Sonra yuxarı tərəfdə dağ döşünə biraz da qalxanda solda köhnə 2 mərtəbə bir ev var idi, bina var daha doğrusu. Olardı bir 15 mənzilli. Biz ora qalxdıq, orada belə deyək də qadın geyimləri var idi. Amma o cümlədən qadın formaları da vardı, yəni hərbi formaları. Sonra bizə dedilər ki, ora onların qadın hərbi qulluqçularının yataqxanası olub. Düz Mədəniyyət evi. Mədəniyyət evinin belə deyək də çarpazındaydı. Təxmin elədim mədəniyyət evi. İndi yazı da yox idi. Təxmin elədim ki, bura mədəniyyət evi. Niyə orada konfrans zalı var idi? Düzdür, məndə tərcüməsi var idi. Tərcümə elədi, yazdı, mədəniyyət evi idi ora. Yəni mədəniyyət evini müvəqqəti olaraq hərbiçi kimi eləmişdilər. Hadrutda daha çox mən gözümün şahidi olmuşam. Daha çox bizim artilleriyadan çox düşmən artilleriyası atırdı. Düşmən bucağından bilinir. Düşmən artilleriyası daha çox atırdı. Niyə? Əldən çıxıb Hadrut orada olan düşməni məhv eləməsi, yəni onlar bizi düşmən kimi məhv eləmək üçün daha çox atırdılar. Bizim artilleriya çox az atış açıb ora. Niyə? Orada mülki əhali daha çox olduğuna görə zərər minimuma endirmək üçün daha az atış açırdılar. Üstünlük vermişlər ki, xüsusi təyinatlı bölmələr girsinlər Hadruta. Daha yaxın döyüş. Gördüyü düşməni məhv eləsinlər. Hansı ki, təchizatla qarşısında durmuş silahla olan düşməni. Mülki əhaliyə biz də şəxsən, mən də öz bölməmə tapşırıq vermişəm ki, mülki əhaliyə birbaşa atış açmaq olmaz. Əgər mülki əhalidən kimsə sənə adi bir ov tüfəngi ilə belə qarşılıq verəcəksə, ona atış açmaq olar. Mülki əhalidə əlini qaldırıb, heç əlini qaldırmır. Bu mülki adamdır, əlində mülki paltarı var, silahı yoxdur. Düzdür, ehtiyatlı gözləməklə protokol icra etsən atış açmaq mən də qadağan eləmişdim ki, bu mülki əhali nə qədər də onlar bizə Xocalı faciəsini yaşatsa belə, nə qədər onlar bizim ana bacılarımızın başına oyun atsa belə, bizim o cəhətdən humanist davranırdıq. Professional əskər eləməməlidir. Həm yazılmış, həm yazılmamış qanunlar var. İnsanın cəhətdən də olmaz. Biz bunu eləsək əgər, o zaman düşmənlə bizim aramızdakı fərq olmaz. Bizim düşmənlə olan fərqimiz ondadır ki, bizim bir tariximiz var. Üstəgə həm türkçülüyümüz var, həm dini ənənələrimiz var, həm
belə deyim, tarixi ənənələrimiz var. Bizə o imkan vermir ki, qadına, uşağa, günahsız insana əl qaldıraq. Əgər biz də bunu eləsək, o zaman bir Azərbaycanlı olaraq ermənilərdən fərqimiz olmaz. Erməni ilə eyni səviyyəyə özümüzü salmış olar. Amma bizə yaraşmaz. Onların özləri də bu şeyləri yəni etiraf edirlər. 3-4 gün bundan qabaq sosial şəbəkədə bir erməni əsgərinin etirafı çıxdı qabağıma. Müsahibə verir erməni telekanallarından birinə. Erməni əsgəri idi, hansı ki döyüşdə olan. Əsir olmuş və Ermənistana qaytarılmış əsgər danışır. Yəni onların bir neçə elə etirafı var. Düzdür, ola bəlkə də onu istəmirlər yayınlamaq. İndi nə tər olsun, çıxıb o internetdə mənim qabağıma çıxıb. Əsgər danışır ki, mən yaralı halda onların sığınacağı deyilən bir yer var. O hansı 17-18 təqribən 20 nəfər yaxın heyət orada. Bu da yaralıdır. Bir nəfər Vüqar adında bizim polkovnik leytenant rütbəsində bir artilleriyanın zabiti yaxınlaşıb ki, mən səni öldürmək istəmirəm. Ya bizə güvənib çıxacaqsan, təslim olacaqsan, səni nə vaxtsa Ermənistana təhvil verəcək, ya da ki, burada hamınız öləsiniz. Deyir, mən gedəndən sonra buranı artilleriya da vuracaq, bura digər bölmələr hücuma keçəcək. Sizin buradan sağ çıxma ehtimalınız, bizim 5 nəfərimizi öldürsəz belə, bizim qüvvə sayımız sizdən qat-qat çox olduğuna, sizin buradan sağ çıxma ehtimalınız yoxdur. Ən yaxşısı ya mənə güvənərsən, buradan təslim olub çıxarsan, ya da qalıb öləsən. Erməni əsgəri etiraf edir ki, mən ona necəsə oldu güvəndim, təslim oldum, məni apardılar, tibbi yardım göstərdilər, sonra Ermənistan təhvil verdilər. Hansı erməni əsgəri buna etiraf edir. O şeydə də deyir, mən demirəm, Hadrutda biz 5 nəfər tutduq, sonra onlar təhvil verildi, Ermənistana qaytarıldı. Orada həmin 5 əsirdən birinin intervyusunu dinləyirəm. O indi məni əlbəttə tanımır. Orada deyir ki, orada bir kapitan var idi. O kapitan bizə yemək gətirirdi. Biz onlar tutanda 43 gündə onlar yemək, yəni 43 gündə gizlənirdilər. Hamısı saqqallı və s. Demək nə ediblər? Bu ot presləri deyək də, kənd yerlərində olan. Götürüblər evin üst tərəfinə yığıblar. Evin üst tərəfinin qapısının açanda elə bilirsən ki, ağzına qədər doludur. Amma əslində 3-4 dənəsini qoyub arxasında döşək və s. yatıb gizlənirlər orada. 5 nəfərdirlər. Uzun müddət orada qalır. Sonra yeməkləri qurtarıb düşüblər aşağı. Biz onları əsir tutanda mən soruşdum tərcüməsi vasitəsilə ki, yemək acdılar. Biri dedi ki, acıq. Mən də yeməkxanaya göndərdim ki, bunları 5 nəfəri yemək gətirin. Sulu yemək gətirdilər. Xatırlamam yemək nə idi. Bildiyin hiss edir ki, adamın yemək tərzindən acdılar bunlar. Və orada o intervyuda da deyir ki, orada bir zabit vardı, tanımıram kimdir. Rütbəsi kapitanı da bizə yemək verdi. Yəni demək istədim onu ki, bəli, bizim o adət-ənənələrimizdir, o tarixi duruşumuzdur. Ona imkan vermir ki, biz düşmən də olsa ona qarşı o qəddarlığı göstərək. Çünki müharibənin bir əxlaqı var və hər şeydən əsasda biz bir insanıq. Savaş bitəndən sonra evimizə qayıdacağıq. O savaşda gördüyümüz şeylər bizə sivildə təsir etməli. Gələcək həyatda təsir övladımıza, ailəmizə və s. təsir etməli. Ona görə bir növ bu mövzuda özümüzü qorumalıyıq. Biz Hadrutda döyüşdüyünüz zaman artıq Hadrut əməliyyatında iştirak edirsiniz. Dediyiniz kimi bir şəhidimiz oldu. Orada bizim Vətən müharibəsi qəhrəmanımız, sizin komandiriniz, mənim tanıdığım polkovnik Anar Əliyev şəhid oldu. Onu necə xatırlayırsınız? O haqqda nə danışa bilərsiniz? Orada idinizmi, sizin yanınızda mıydı, yoxsa necə oldu? O həmin vaxt şəhid olanda biz o istiqamətdə olmamışıq. İstiqamətimiz başqa idi. Bizim komandirimiz Əliyev Anar, Milli Vətən müharibəsi qəhrəmanı. Biz onun xidmət dövründə müharibəyə qədər onun insani keyfiyyətləri dəhşət çox idi. Zabit keyfiyyətləri ondan da çox idi. O bizə şəxsən məqsədi öyrətməkdir. Komandirlər var ki, tabeçinin olanları əzməklə məşğuldur. Bax, yəni bu siz də xidmətdə olursunuz. Komandirlər var ki, öz nüfuzunu qaldırmaq üçün tabeçilərindəki insanlara davranışını ona görə davranır. Öz nüfuzu qalxsın, söz gəlməsin. Rütbəsi vəzifəsi vaxtında qalxsın, yuxarı komandalıq buna söz deməsin. Nə olur olsun buna söz hər şey yolunda getsin. Komandirlər də var ki, döyüş ruhu ilə, vətənpərvər ruhu ilə, insani keyfiyyətlə, zabit keyfiyyətlərlə tabeçinin olan insanlara qarşı davranış, yəni öz davranışı ilə sərgiləyir. Məsələn, bizim Vətən müharibəsi qəhrəmanı Əliyev Anar sıranın qabağına çıxanda komandir olurdu. Digər vaxtlarda böyük qardaş, dost, yoldaş, hansı ki döyüşçü kimi, xüsusən döyüşdə necə olur bir-birinə? İstər döyüşdə, istər sülh dövründə necə olur bir-birinə yoldaş, qardaş kimi? Çox mükəmməl insandır. Onun savadı da dəhşət idi, döyüş təcrübəsi də çox idi, hansı ki müharibəyə qədər onun məxfi tapşırıqları da olmuşdu.
o öz döyüş təcrübəsindən, öz yerinə yetirdiyi tapşırıqlarda olan səhvlər, nöqsanlar, uğurlar haqqında bizə şifahi danışırdı və yaxud da hansısa atış məşqində biz atışa çıxırdıq poligonlara. Həmin atış məşqində səhvi düzü bizə orada göstərirdi. Komandir Balkon laqeyd yanaşırdı. Biz ola bilər məsəl üçün bizim tabeçisində olan şəxslər atışı mükəmməl yerinə yetirməsin. Amma o mükəmməl yerinə yetirənə qədər onun incəliklərini həmin şəxsə öyrədir. Birbaşa özü şəxsini polkovnik leytenant rütbəsində adam idi. Diz çökürdü, əsgər olsun, müddətdən artıq xidmət olsun, gizir olsun, zabit olsun, aşağı rütbədə olanda özündən aşağı. Şəxs onun yanında dizlərini qoydu yerə. Onunla bir yerdə hansı silahın normal döyüş vəziyyətinə gətirmə qaydasını atışda belə izah edirdi ki, bax, olar da məsəl üçün, sən döyüş vaxtı getmirsən, silahın yerə dəyib, əlindən düşür, ola bilər də hadisədir. Və yaxud da hansısa dağda tapşırıq yerinə yetirirsən, qarlı ərazidə silah da sən zədələndi və yaxud da normal döyüş vəziyyəti qaçdı, yəni nişangaha qaçdı. Sən bir atışla, maksimum 2-3 atışla sən silahı necə atmağını bilməlisən, döyüşçüsən. Onun incəliyinə qədər bizə öyrədirdi. Adi mən atışdan danışıram, digər taktik təlimlərdə də şəxsən, yəni adam qıraqdan qalıb əlini belinə qoyub komandirəm sadəcə nəzarət edeyim, bu işlə məşğul olmurdu. Adam yenə deyirəm, bizim komandir olduğu müddətdə mənim tabor komandirim olub 3 il müddətində. Əliyevana. O 3 il müddətində şəxsən mənə çox şey öyrədib. Hansı ki, düzdür, oxuyursan hərbi məktəblərdə, sən nəzəri biliklərə yiyələnirsən. Amma praktik biliklərə sən onun içinə girməsən, yaşamasan, hansı ki, belə deyək də, qulağın dibinə güllə keçməsə, mümkün, sən deyə bilmərsən ki, bu güllə sənə dəyməyəcək və yaxud güllə necə uçur. Hansı ki, silahla davranış qaydasını şəxsən sən silahı əliva alıb atmasan, düzdür, müharibəyə qədər biz canlı hədəfə atmasaq belə, hədəfə atırdıq. Düz müharibə həm də bizə təcrübə olmuş oldu ki, canlı hədəfləri, düz istəməsə belə canlı hədəfə bizi atmasaq, o bizi atacaq. Müharibədə canlı hədəfləri artıq atdıq. Müharibəyə qədər hədəf canlı olmasa belə, o hədəfi bizim gözümüzdə canlandırırdı. Sanki sən fikirləşmə ki, bu hədəf sənin qarşında duracaq. Bu hərəkət də edə bilər bu hədəf. Bu hədəfin ölçüsü sən indi məsəl üçün deyirəm də, nümunə kimi deyirəm, 1.50-dirsə, 1.50 olmaya da bilər. Bu hədəf bükülər döyüş əsasında, onlar 30 sandır. Hədəf gördüyün hədəf, hansısa daldıracağın arxasına girər, onlar 30 sandır. Sən atışı buna görə tənzimlə. O atışın incəliklərini bizə öyrədib, digər məsələləri öyrədib. Mən şəxsən xidmət müddətində öyrəndiyim nəzəri bilikdən əlavə belə praktiki biliyi bizim Vətən müharibəsi qəhrəmanı Əliyevanlardan öyrənmişəm. Müharibə vaxtı onun istiqaməti, onların istiqamət getdiyi istiqamət başqa istiqamət deyənə, biz onlarla mən çox istəyərdim ki, bir yerdə döyüşdə olum. Onlarla bir yerdə döyüşdə olmadıq. Yəni eyni istiqamət deyildi. Rəhmətli Vətən müharibəsi qəhrəmanı Əliyevanlar şəhid olanda mən artıq yaralanmış xəstəxanada idim. Onun şəxsən şəhid olma xəbərini eşidəndə bir hadisə danışım olub keçib. Mən yeriyə bilmirəm, ayağım pis vəziyyətdə, başım pis vəziyyətdə. Xəstəxanada sağ olsun könüllülərdən, mülki əhalidən təyin olunmuş baxıcılar vardı. Ağcabədi xəstəxanasında sağ olsunlar. Yəni o bizim o xalqın birliyi məsələsi könüllü adam gəlmişdi. Heç bir maddiyyat gütmədən gəlmişdi, xidmət edirdi yaralılara. Bir nəfər könüllü var idi, baxıcı kimi. Hansı bizim ayaqlı məsələlərimizə kömək edirdi, paltar dəyişmə məsələlərində. Həm də biraz bir növ bizim nazımızı çəkirdi. Müharibədən çıxmış, kontuziya almış, yaralanmış adamın nazını çəkmək çox belə çətindir. Ola bilər ki, məsələn, mən yatdığım palatada bir əsgər var idi. Aldığı yaradan, yaşadığı stressdən bir də çox belə aqressiya yaradırdı. Onun nazını çəkirdilər. Yəni, orada tibb bazları onun nazını çox çəkirdilər. Hətta az qala belə uşaq kimi belə sığallasınlar ki, yatsın, bax belə. Bizim Vətən müharibəsi qəhrəmanı Əliyevanlar şəhid olan günü o Vətən müharibəsi qəhrəmanı Əliyevanlar bizə bir sanki stimul verdi. Biz komandir kimi, öncü kimi elə bir bizə motivasiya verdi. Onun olmağı o bir növ o bizim üçün lider idi. Yəni hərbidəki biz həm də Naxçıvandan 3 nəfər gəlmişik. Bizim üstümüzdə rəhbərdir. Həm Naxçıvanda olduğumuz müddətdə o bizə böyük qardaş, komandir, yaxşı zabit, mükəmməl insan, vətənpərvər insan kimi, o bizə sanki bir öncü idi. Ki biz ondan belə bir növ ilham alırdıq ki, bizim komandirimiz buradadır. Həm də bizim komandirimiz orada olmağı bizə
istər-istəməz elə biraz döyüş ruhumuzu daha çox qaldırırdı. Motivasiya verirdi, Hansı ki, ruhlandırırdı. Bizim komandirimiz şəhid olana qədər mən açıq deyim, bizim şəhid sayımız elə də çox deyildi. Yəni bir növ elə bir o şəhid olandan sonra bir qısa müddət ərzində bölmələr də elə bir ruh düşkünlüyü yaşadı. Şəxsən mən xəstəxanada bunu elədimsə, mən əminəm ki, döyüş sahəsində olan qardaşlar da, döyüşçü qardaşlarımız da belə olub. Xəstəxanadan pis belə özüm pis elədim, narahat oldum. Narahat olmadım. Bizdən ağlamaq istəyirəm, yan görəmdə yaralanmış əsgərlər var. Mən ağlasam deyəcək komandir də ağlayır. Biraz adam olaraq baxır, ağlaya da bilmirsən. Özündə sıxırsan içində. Fikirləşsən ki, mən nə edeyim? Yəni adam həmin vaxtda bilmirdi. Fikirləşsən mən nə edeyim? Mən necə edeyim? Bizim komandirimiz şəhid olub. Adam inanmağa gəlmir. Axşam idi. Sanki güya xəstəxanadan qaçmaq istəyirəm. Çünki mən gedəcəm. İndi düz həmin vaxtda sən fikirləşə bilmirsən. Sən buradan çıxdın otaqdan. Bihtəri süründü. Sonra getdin, sən onlara ayaq bağı olassan da, yəni gedib. Demək, bihtəri divardan tuta, söykənə, sürünə gəldim qapının ağını çatanda ayağın biri işləmir, təmiz yarası sağladı. Biri işləyir, digər ayaq da işləməmək, tarazlıq pozur. Gəldim qapının ağını çatanda belə yıxıldım yerə. Yıxıldım, o mənə baxan baxıcı gəlib dedi ki, deyirsən, hara gedirsən? Dedim, bəs komandirimiz şəhid olub gedirəm də, burada qala bilmirəm. Burada qalanda elə bir mən narahat oluram da, mən qala bilmirəm burada. Deyirsən, ayağımla özün gedə bilmirsən, sən hara gedə? Qapıdan çıxdın. Sonra, tutaq ki, bir maşına da səni mindirdik, göndərdik həmin yerə. Bəs sonra, yəni sən orada kimsə sənin gəlib yarağı, sarğı vurmalıdır, kimsə gəlib sənə çay gətirməlidir, yemək gətirməlidir, sən orada atsız qalamayırsan. Sən burada daha yaxşısan. Həmin vaxtda adam istərsəməz özünü sıxışdıra bilmir. Sonra bir sakitləşən sonra fikirləşsən ki, mən gedib orada ayaq bağı olacam. Yəni, mən yenə yüngüvarı qolumdan yaralansam, mən sarğıdır, vurdu boynumdan, hansı ki, bir əlim işləyir. Ən azından qərargahda bir şey deyərsən. Lap qərargahda olmasa belə, ən azından tapanca tuta bilərsən də, lap avtomat tutma olar. Amma ayaqdır da, ayaq yerimə məhdudiyyəti olanda... Bizim maşınlarımız ayaqlarımızdır. Yəni, bizim maşımız ayaqdır. Sonra oturub sakitləşəndən sonra fikirləşdim ki, daha məntiqi düşünürsən. Daha aqressiya ilə düşünmək olmaz. Amma səmimi deyirəm, bizim komandirimizin şəhid olmağı mənə belə xəstəxanada bu cür təsir elədisə, mən əminəm ki, döyüş sahəsindəki bizim döyüşçü qardaşlara çox təsir olub. Çünki bizim burada tanıdığımız, düzdür, xidmətdə oxuduğumuz, bir yerdə oxuduğumuz zabit yoldaşlarımız, kursant yoldaşlarımız o vaxtda var idi. Tanıdığımız, hansı ki, döyüşdə rastlaşdıq. Var idi. Buradan da eşitmişdik, biz də xidmət edib bu tərəfə gəlib xidmət yerini dəyişərək bu tərəfdə var idi. Amma biri var, elə bir sən mütəmadi xidmət elədiyin insan, çin-çinə xidmət elədiyin, hansı tapşırıqlarda iştirak elədiyin insan, tək Əliyev Anar demirəm. Əliyev Anar bizim üçün komandir kimi stimul idi, öncü idi. Amma Əliyev Anardan sonra bizim rəhmətli Vətən müharibəsi qəhrəmanı Baba Niyyət şəhid oldu. Hansı ki, mənim öz bölməmdən 9 şəhid olub. Mənim öz zabitim Şirəliyev sahib. Mənim öz yanımda şəhid olan Yaqubov Mais, məsələn, müddətdən artıq xidmət edən Babayev Babaxan, ondan sonra Mirzəyev Sərvan, İbrahimov Qurban, mənim bölməmdə, hansı ki, mən bunu xəstəxanada xəbərlərini eşidirəm ki, bir var bölmə komandiri olaraq, mən özüm məsələn yaralana qədər şəhidim yaralım olmayıb. Belə xırda yaralı olub, amma olmayıb. Özünə səhv axtarırsan. Adam bir növ özünü günahlandırır da. Niyə? Mən maksimum bölməni qorumuşam. Niyə qorumuşam? Düz deyib, tapşırıqları da yeni yetirmişəm, amma sənin tapşırığı verən üst komandiri sahədə deyil. Sənin tapşırığı verir ki, məsələn, filan yüksəlik alınmalıdır, filan kəndin girişi tutulmalıdır. Detallarını sən incələyirsən. Bunu digər xırda məqamlarını, yuxarı komandir müəyyən məsafədə yerləşib, maksimum binokluna baxa bilər, pilotsuz uçuş aparatına baxa bilər, göydən, hansı ki, meşəli ərazidə onun dərinini görə bilmir. Sən xırda detalları sahədə olduğun üçün sən onu incələyirsən. Mən tapşırıq yerinə yetirə, eyni zamanda bölməni qorumağa çalışmışam. Niyə? Çünki bunlar mənə əmanətdir. Mən 49 nəfər heyət aparmışam özümlə bərabər. Özümü mən ümumiyyətlə ən son düşünürdüm ki, qorumaq. Niyə? Çünki mən özüm qorusam şəxsiyyəti kim qoruyacaq? Sənin ağzından çıxan bir kəlmə onların həyatıdır. Yəni həqiqətən elə idi. Biz necə Əliyev Anarı özümüzə stimul görürsə, mənim tabeçiliyimi bölməm də mənim qərarıma
bir bənd idi ki, bölmə komandı nə qərar verəcək? Bir yanlış Səhv qərarın düz belə qərarın sən onlar üçün önəmli idi. Onlar sənin səhv düz qərarını incələmirlər ən vaxtı. Sadəcə sənə etibar edirlər, güvənirlər ki, sən bizim komanda bu qərar verdi. O bu qərarı demək komandiri düzdür. Yəni yaralana qədər mən bölməmi maksimum qorumuşam. Tapşırığımı da yerinə yetirmişəm, amma bölməmi də qorumuşam. Düzdür. Allahın qismətidir, həyatdır. O vaxtda o şəhid olmayıb, yaralı olmuşsa, o bir növ biraz qorumaq, mənim qorumağım olub, biraz şəxsiyyətin özü hazırlığı olub, Allahın qisməti olub, şans məsələsi olub. Yaralanan sonra eşidirsən ki, xəstəxanada məsələn bir zabitin şəhid. Düzdür, mən özüm yaralanan vaxtı yanımda elə 2 nəfər şəhid olub. Hansı ki, özümüz 7-8 saat yaralı qalıb sonra təxliyə olunmuşuq. Hansı ki, o yaralananlar 1-2 saat ərzində təqribi deyirəm də, indi vaxt məsələn yaralı qaldılar, hansı ki, danışdıq elədik, motivasiyalar yüksək idi. Müddətdən artıq xidmət edən yanımda, ən yaxınımda olan Babay Babaxan, vəbşəm onun motivasiyası yüksək idi. Sadəcə onun öz qrup komandirinin şəhid olmanı eşidəndən sonra o biraz ruh düşkünlüyü yaşadı. Bir şey ki, siqet çəkirdi o yaralı halda. Ayaqları təmiz yarası düşmüşdü, bədənində müəyyən xəsarətlər var idi. Onun qrup komandiri Yaqub Mayız ondan ağır yaralıdır, yəni. Ondan elə bir öncə şəhid oldu. Onun şəhid olmağını eşidəndən sonra, hansı ki, bizim sanitarımız dedi ki, komandir bəs getdi də, yəni, heç nə eləmədi. Bunu eşidəndən sonra bu daha ruhdan düşdü, yəni. O vaxta qədər adam, birisi yaralanandan sonra insanın birinci beyni ölməməlidir. Yəni, sən beynində fikirləşməlisən də, yaşayacağı. Sən bunu çox belə müsbət düşünməlisən. Belə içə salmamalısan da, mən yaralanmışam. Çünki insanların, bizim döyüşçü qardaşlarımın şəhid olma səbəblərinin çoxsu qanaxmadan əlavə psixoloji və şoka düşmə vaxt şeydir. Hansı bizim müddətdən artıq xidmət edən var idi, kaskasından güllə girdi. Hansı güllə onun başına girməyib. Kaskadan bir balaca ucundan çıxıb, o sadəcə onun zərbəsini hiss edib, o beynində özünün şəhid olduğunu düşünüb, yəni yıxılıb. Həm də zərbə dalğası onu yıxıb. Harca 10-15 dəqiqə ərzində hamı onu şəhid bilib. Sonra özünü hamı onu, hamı özü üçün görür ki, başından dəydi, kaskadan dəydi. Hamı ondan belə bir növ əlini üzüb ki, bu şəhid oldu. Başına dəyibsə şəhid oldu. Bu 10-15 gün sonra bu adam ayaq qalxıb. Psixoloji faktor. Hə, psixoloji. Yəni qanaxmadan əlavə həm də ki, beynində, çünki şoka düşmə anı insanda qanaxma ilə mən bilən olmur, şoka düşmə. Gördüyün yaranla olur da. Yəni adam düşün ki, gündəlik fəaliyyətdə sənin bədənin sabitdir. Hə, birdən baxıb barmağın qopub, bətərlər çıxıb, əzələ çıxıb, qan fışqırır və s. Normal olaraq insan mən özüm belə yaşayır. Yaralananda belə candır da, hamı canı üçün qorxur. Kim qorxmursa o, yəni sağlamda problem var. Sadəcə bunu biruzə vermək qaydası var da. Adam var bunu çox biruzə verir. Adam var ümumiyyətlə hiss elətdirmir ki, mən qorxduğumu. Bütün hər kəs qorxur. Yəni sağlamda psixi sağlamda problem olmayan, yəni sağlam olan adam hər kəs canı üçün qorxur. Mən özüm yaralananda bilirəm də ayağıma nəsə dəyib. Amma mən ona baxmağa bir növ belə bir qorxmuram. Yəni qəbul eləmirəm, yəni baxmıram. Özümü nəyə hazırlamışam? Qumbaranı çəkmişəm, saxlamışam. Düşmənlə məsafəm 15-20 metr. Əsir düşmən. Hansı ki, düşmən qumbara atır, gəlir bizim üzərimizə düşür əl qumbarası. Məsafə o qədər yaxındır. Yəni maksimum sən nə qədər qolunda güc olsa belə əl qumbarasını nə qədər məsafəyə ata bilərsən, hə? Deyək ki, 30-40 metr məsafəyə. Maksimum bizim düşmən arasında məsafəmiz 30-40 metr. Çünki əl qumbarası gəlir bizim atdıq əl qumbarası bizim arxamıza düşür. Təsəvvür elə bizim qabağımıza yox, arxamıza düşürdü. İndi fikirləşsən ki, yaralanmışam, düşmən də qarşıda, komandirsən, zabitsən, istərsəməz zabitin əsir düşməyə, yaralı halda biraz qəbul edilməzdi. Mən deyək ki, Hüseyn Ətın zabiti, mənim də fikrimcə onlar məni əsir götürmək üçün ayağımdan vurublar, çünki bədəndən vurma ehtimalı onlar üçün əlverişli idi. Niyə bədəndən vurmadı ayaqdan? Böyük ehtimal edirəm ki, yanımda radiostansiyanın antenasını görüblər. Fikirləşər ki, komandir əsir götürək, bu bölmənin komandirini götürsə, həm də bölmənin motivasiyası aşağı düşər, geri çəkilərlər bunlar. Həm də ki, zabitdir də, indi məlumat bazası çoxdur. Hamı istəyir ki, döyüşdə, məsələn, biz deyək ki, sıravi əsgərdənsə bir komandir götürək, həm məlumat cəhətdən, həm onların motivasiyasını pozulacaq, döyüş ruhu düşəcək aşağı. Fikirləşirəm ki, yaxın məsafədir, ayağımdan əlimi üzmüşəm. Mən ayağımın nə dərəcədə yaralanmanı baxmadığıma görə, həm də başdan zərbə almışam, biraz başımda da problem var, gözümün biri görmür, partlayışın torpağı dolub, bir gözüm salamatdır. Yəni,
üzərimdə olan 2 qumbaranın birini o mövqeləndiyim yerə qoymuşdum ki, hazır vəziyyətdə atmağa görə. Biri üzərimdə saxlamışdım ki, bu mənə həmişə lazım olur. Həmin üzərimdə olanı saxlamışam ki, düşmən gələr, Son görərəm, qumbaranı. hiss eləyərəm partlatmağa. Sonra ayağımı görəndən sonra salamatdır da, yəni ayaq parçalansa belə bir müəyyən ət amma ayaq yerindədir. Baxıram ki, barmaqlar hərəkət eləyir. Yəni mən ayağımı hərəkət edir. Artıq qumbaranı qoysan qırağa, silahı götürsən ki, Döyüşə davam edir. döyüşə davam eləyim, gələn üzərimə gələn düşməni silahımla məhv eləyim. Müharibə qurtarana qədər sağlam olmadı. Hansı ki, mənim müalicəm 1 il çəkdi. Sümük bitişmirdi, 2-ci əməliyyata girdim. Uzun müddət çəkdi. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Mirtad, çox sağ ol bu gün gəldiyin üçün. Səninlə söhbət etmək, keçmiş günləri yad etmək xoş idi. Düzdür, müharibə kədərdir, qəmdir, amma bizim üçün həm də sevincdir ki, biz 30 illik həsrətə son qoyduq. Sənə minnətdaram, təşəkkür edirəm. Həm bir əsgər olaraq çox sağ ol deyirəm sənə ki, sən bu savaşda öz əlindən gələni eləyibsən bu ölkə üçün və bu gün beləliklə torpaqlarımızın azad olmasında bir rolun var. Dəyərli izləyicilərimiz, bugünkü rubrikamız sona çatdı. Bizi izləməyə davam edin.